Əhmədli metrosu 22.000 manata, Əhmədli metrosuna poçtun yanından 500 metre içəride yerləşən evimizdə söhbət gedir. Allah evi olmayanlar Allah ev qismət etsin. Qoşadaşdan 2 otaq 22.000 manata. Yenə deyim ki, Allah olmayanlara qismət eləsin. Metro hal-hazırda gördüyünüz kimi, bu hal-hazırda yaxınlıqda metro yerləşir. Yenə deyim, kənd Əhmədlidə yerləşir evimiz. Sağ olun, var yoxdur. Buyurun, baxın. Əhmədliyə, Ağşəhərə, 8 noyabra düz ortasında yerləşən bir evimiz 22.000 manatdan söhbət gedir. 2 otaqlıdır hal-hazırda, kürsülü evdir. İnşallah bəzi əşyalar qalmaq şərtinə. Yenə dediyim kimi, yekanlar sizin üçün bir günləri 22.000 ilkin ödənişlə 45.000-ə, nağd isə 42.500 manata bu evi satışa çıxardır və təqdim edir sizə. Buyuraq baxaq bizə. Və buradan da deməyim odur ki, Allah evi olmayandan inşallah Allah ev qismət etsin. Bu hazırda bizim qonaq otağımızdır. Gördüyünüz kimi ev qonaq otağı çox böyükdür və iridir. Buradan keçid alırıq bizim hal-hazırda. Yataq otağımızdır. Evimiz qoşa daşdandır. Onu sizə bildireyim. Qoşa daşlı evimiz hal-hazırda. Evimizin Wi-Fi, ev telefonuna kimi hər şeyi var. Bu da bizim mətbəximizdir hazırda. Və sanitar qovşağımız. Yenə dediyim kimi, yerləşmə yeri Əhmədli metrosundan üzü Ağşəhərə çıxan yoldadır və 8 noyabrəsi. Marşrut düz evin qapısından gedir və yolu da düz evə kimi asfalt yoldur. Qazı, işığı, suyu, kommunalları hamısı var və hətta evə də qeydiyyata düşməyi mümkündür. Sağ olun, var olun, Allaha əmanət.